2 aylıq təlim prosesində bizim mexaniki, elektrik bilgilərimiz artdı. Bundan sonra daha əslində işi görürdük, amma dərk eləmirdik ki, bundan sonra daha dəqiq, daha dərk eləyərək işlər görəcəyimizi düşünürəm. Bundan sonra texniki təlimlərin maşın qayırmaya aid olması istəyərdim. Maşın qayırma sahəsində. Teşekkür ederim. Ben Tabiət Pərviz, 16 il Sultan fabrikində istehsalı şöbəsində aparativ təşkilçisi olaraq çalışıram. Şirkətimizin göstərdiyi təşəbbüsə görə 2024-cü il dekabr ayında Texnos layihə çərçivəsində Bakı İnnovasiya Bakı Peşə Liseyində təlimlərdə iştirak etdik. Bu təlimlər mənə nəzəri və praktik bilgilərini artırmaqda daha da kömək oldu. Bu layihədə əziyyət çəkən hər bir kəsə təşəkkürümüzü bildiririk. Şirkətimizə və Texnosa. Mən İsmail Uzaq, 8 ildir Azərbaycan Santiyyən fabrikində işlərdən 5-də yaxındır operator vəzifəsində çalışıram. 2024-cü il dekabr ayında şirkətimizin təşəbbüsü ilə Texnosun layihə çərçivəsində Bakı İnnovasiya Peşə Liseyində öz peşəmizlə bağlı təlimlərdə iştirak edərək öz peşə nəzəri biliklərimizi inkişaf etdirdik. Buna görə şirkətimizə və Texnosun layihə çərçivəsində əziyyəti keçən hər bir kəsə təşəkkürümüzü bildiririk. Təlim prosesində biz tələbələrə operatorlara daha doğrusu desək, elektrik cəryanı xarakterizə kəmiyyətlər barədə məlumatlar verdik. Elektrik cəryanı, yəni cəryan şiddəti, gərginlik, sabit və dəyişən gərginliklər barəsində, elektrik gücü barəsində biliklər verdik. Həmin tələbələrə elektrik mühərrikləri, sinxron, asinxron mühərriklər barədə məlumatlandırdıq. Onlara iş prinsipləri, daxili quruluşları barədə biliklər verdik. Həmçinin multimetrlə ölçmə qaydalarını öyrətdik. Multimetrin real tətbiqini başa saldıq. Multimetrlə hansı cihazları və hansı qaydada ölçmək lazım olduğunu onlara başa saldıq və göstərdik. Təlim çox gözəl, çox rahat bir şəkildə keçdi. Biz tələbələrə həm nəzəri, həm də praktiki biliklər öyrətməyə çalışdıq. Onlar üçün xüsusi mühazirə materialları hazırladıq, onlara öz auditoriyamızda gözəl mühazirələr keçdik. 2 aylıq həyata keçirilən bu təkmilləşdirmə kursu düşünürəm ki, çox səmərəli keçdi. Əlbəttə ki, proses çərçivəsində təlimə cəlb olunmuş iştirakçılar çox nizam-intizamlı şəkildə iştirak elədilər. Onlar üçün zəruri və maraqlı məsələlərlə bağlı mütəmadi olaraq müəllimlərə, eləcə tədris aparan şəxslərə suallar verdilər. Tədris həm nəzəri hissələri əhatə elədi, həm praktik hissələri əhatə elədi. Praktik hissələr sənaye müəssisəsinin müvafiq ərazisində keçirildi. Bu da tələbələr üçün zəruri biliklərin birbaşa əyani şəkildə tanış olmaqla mənimsənilməsinə geniş imkan yaradır.